Muaviyə kim idi? Muaviyə nəsəbi necədir? Muaviyə İbn Əbi Sufyan, İbn Harb, İbn Umeyyə, İbn Abdi Şəms, İbn Abdi Mənəf. Bəzilər elə bilir ki, biz qorxuruq nəsə bunu deyə bilmirik. Muaviyyəni sevirik qardaşım və salam. Bəzilər deyirlər ki, nə deyirlər? Deyirlər xilafət istəyirdi, özünü Əlidən fəzilətli görürdü. Vallahi yalandır. Yəni Muaviyyə səhabədir, Muaviyyə əl dəymək olmaz. Yezid bildik, Yezid başqadır qardaşım. Yezidi sevmirik. Pis adam olub. Razılaşdım. Buna əl dəymək olmaz sahabəyə. Və bütün sahabələri sevirik onun timsalında. Və deyirik ki, sən də sevməlisən onu. Ümumiyyətlə tarixdə Muaviyyəyə atılan ittiham kimi, edilən ittiham kimi ikinci bir insana edilməyib. Gedin açın onun bidətləri haqqında. Əl-Qədir kitabı 10-cu cild səhifə 100-dən o tərəfə başlayır, axıra qədər. Muaviyyənin bidətləri haqqında. Allah rəhmət etsin Əllamə Əminiyyə gətirib. Nə qədər gətirib. Ben sizin deyirəm sizə. İbn Abbas deyir ki, Ərəfədə idik. Səidə dedim ki, Səid, niyə insanlar ləbbeyk Allahümmə ləbbeyk demir Ərəfə çölündə? Səid dedi ki, Muaviyyədən qorxurlar. İbn Abbas ləbbeyk Allahümmə ləbbeyk. Onsuz da Allah bunlara lənət eləsin. Həzrəti Əli əleyhissalamdan düşmənçilik yüzündən bu zikri demək istəmirlər. Qoymurlar desin. Bunu Nəsai Əhl-i Sünnə aləmi 5-ci cild səhifə 233-cü 253-cü səhifədə qeyd edir. Yəni Muaviyyə ləbbeyk Allahümmə ləbbeyk deməyi Ərəfə çölündən inir, qadaq edir. Bunlar neçə dənə deyir, bir-ikisini deyirəm sizə. Abdullah ibn Bureydə adlı bir şəxsi gəldim atamla birlikdə. Muaviyyənin sarayında əyləşdik. Yaxşı qulluq elədi, yemək qoydu qabağımıza və şərab gətirdi. Özü içdi, atama da təklif elədi. Bu kimdir? Bu İslam xəlifəsidir. Özünü İslam xəlifəsi kimi təqdim edir və özünü Peyğəmbərdən üstün bilir. Hətta bunun hədislər yazıblar ki, Əl-Qədirdə də gətiriblər. O hədis var ha, ənə Mədinətul elm və Əliyyun babuha, Peyğəmbər deyir, mən elmin şəhəriyəm və Əli qapısıdır. Hədisi düzəldiblər bir dənə, Muaviyyə də o qapının cəftəsi deyirlər, bilməm, o vuranıdır. Yəni, Muaviyyə belə bir insandır. O elmə gedən yol Muaviyyədən keçir. Bunu Əl-Qədirdə gətirib Əllamə Əmini. Bu azdır ya, bundan böyük sözlər deyiblər. Muaviyyə nəinki özünü Əlidən üstün bilirdi, Peyğəmbərdən üstün bilirdi. Muaviyyə Peyğəmbər heç qəbul eləmirdi. Deyəcəm sizə, bu hədis ki, mən deyim şərab içməyi, bunu Əhl-i Sünnə qardaşlarımız baxsınlar, onlar da görərlər. Müsnəd-i Əhməd adlı bir kitab var, Əhl-i Sünnə alimidir, cild 5, səhifə 347. Zaten əziz qardaşlarımız, Əhl-i Sünnə qardaşlarımız da, onlar da bilirlər Muaviyyə kimdir. İndi bir qrup insanlar var, deyir, yox. O, yəni Peyğəmbərin səhabəsi idi, belə idi. Onlar da tanıyırlar bu kimdir. Bu kitab dediyimlərim hamısı elə Əhl-i Sünnə mənbələrindəndir. Əbu Dərda deyir ki, Muaviyyəni gördüm, bir qızıl qabda ya gümüş qabda su içir. Bilirsiniz, İslam şəriətində olmaz qızıl qabda, gümüş qabda su içmək. Sözə baxın. Deyir, ona etiraz elədim ki, Peyğəmbər buna icazə verməyib, olmaz. Cavab nə verdi? Amma ənə fəla ərə bizalikə bə'sən. Peyğəmbər deyib də, mən burada müşkül görmürəm. Mən deyirəm, burada müşkül yoxdur. Bu da Əhl-i Sünnə alimi İbn Əbil Hədid, cild 5, səhifə 130. Nə qədər belə bidətlər var. Büt alveri ilə məşğul idi İslam xəlifəsi. Büt. O bütlər ki vardı, yığmışdı, onları satırdı pulla. Cümə namazını 3-cü gün qılır. Deyir, burada nə var ki, cümə namazını 3-cü gün olsun. Nə qədər belə saya bilərəm sizə. Amma mövzu çox uzanar saysam. Daha ürək yandıran hal da bu idi ki, insanları, cəmiyyəti vəhiydən uzaqlaşdırdı öz yerində. Allah vəlisindən uzaqlaşdırmışdı. Bu zarafat sözdür sizə. 70 min minbərdən Əli əleyhissalama lənət deyilirdi. 70 min minbərdən lənət deyilər Əmirül-Möminə.
Bəzən müsəlman bilmirdi Şamda əlini. Halbuki o şəxsiyyət, imamət Quranın müəllimləri deyə bunlar. Quranın müəllimləridir bunlar. Həm Qurandan ayırdı, həm Quranın ustadlarından ayırdı. İmamət belə deyə imamlar. Toxunacam inşallah. Onlar Quranın batini ilə ünsiyyət qurublar. Quranın həqiqətlərinə ünsiyyət qurublar. Böyük faciədir bu. Hətta Peyğəmbərdən bir dənə hədis var. Bəni Ümeyyə ilə bağlı. Deyir, elə ki, bunlar qüdrətə yetişdi, bunu eləyəcəklər, biləsiz. Peyğəmbər əvvəldən deyir. Elə ki, bunlar qüdrətə yetişdi, bunu eləyəcək. İttəxəzu ibadəllah xivələn və maləhu duvələn və dinəllahı dəxlən. Onlar insanları kölə eləyər, mallarını istismar eləyər, dinlərini təhrif eləyər. Bu Peyğəmbər deyib. Həzrət İmam Hüseyin buyurur, məktub yazır. Deyir, ənə əd'ukum ilə kitabillah və sünnət-i nəbiyyik. Ay cəmaat, mən sizləri dəvət edirəm Allahın kitabına, yəni vəhyə və sünnət-i rasulih, Peyğəmbərin sünnəsinə. Fə innə sünnə qəd umitət. Baxıram, görürəm, Peyğəmbərin sünnəsi ölüb. Və innəl bid'ə qəd uhiyyət. Bid'ət ayaq tutub yeriyir. Ayaq tutub yeriyir, bid'ət dirilib. İn təsməu qavli, əgər mənə qulaq assız, tutiu əmri, mənim dediklərimi elə söz, əhdikum ilə səbilir rəşad, subulir rəşad, sizi haqq yola hidayət eləyərəm, məqsədvizə qovuşduraram, sirata yönəldərəm, kamala yetişdirərəm. Əssəlamu aleykum, rəhmətullah və bərəkatuh. İmam Hüseynin bir də xütbəsi. Assalamu aleykum, rəhmətullah. Elə bil, bizim 3 günlük xütbəmizi ağa bir cümlə dedi. Mən vəziyyəti görürəm. Dinə fatihə verilir. Bəşəriyyət bədbəxt olacaq. Mən qiyamətə qədər bütün bəşəriyyəti sevirəm. Axırıncı insana qədər, qiyamətə qədər kim gələcək, hamısını sevirəm. Yanıram. Mən qoymaram belə olsun. Mən canımdan keçərəm. Balalarımdan keçərəm. Sahabələrimdən keçərəm. Qardaşlarımdan keçərəm. Bundan da ötə söz, bacımın da hətta qollarının qandallanmasına razıyam. Amma buna razı deyiləm. Buna razı deyiləm. Buna imkan vermərəm. Bəni Ümeyyə bunu əsas deyib. Nedən mənə baş vermir?